Her vaktiniz xeyir olsun hörmətli tamaşaçılar. Rofun Vileş komandalar arasında yoldaşlık oyununun ikinci hissəsinə start verilir. Hər iki komandaya uğurlar arzulayırıq və ümid edirik ki, ikinci hissə, birinci hissə kimi maraqlı, dinamik bir oyun keçəcək. Bu arada Rofun komandasının ilk hücum cəhdi uğursuz olur. Heyətlərlə tanış edək. Vileş komandası 13 nömrə Mirbalağa, 10 nömrə Uğur, 8 Əbəlfəz, 9 Həsən, 12 Namik, 95 Rauf, 30 Cəfər. Rofun komandasında isə 10 nömrə Riyad, 17 Uğur, 66 Abbas, 6 Məhəmməd. Bu arada Rofun komandasının qapısı qarşısında təhlükəli vəziyyət yarandı. Vileş komandasından Tuncay 17, Məhəmməd 6 nömrə. Qapını isə Hüseyin qoruyur. Tamerlan irəliyə doğru Tuncay'a ötürmə. Tamerlan qapıya doğru zərbə. Top qapı xəttinin azacıq yanından keçdi. Həsənlə oynadı. Həsəndən də top çıxır. Yox. Out Vileş komandasınındır. Abbas. Əl bağlıydı burada. Qapıya doğru zərbələr. Gol! Vileş komandasının 10 nömrəsi Uğur hesabı 2-1 edir. Abbas burada topu karşılayır. Out Vileş komandasının. Qapıya doğru zərbə Uğurdan. Uğur ikinci hissədə ikinci qolunu vurmağa yaxın idi. Məhəmməd Tuncay'la oynuyor. Tuncay topu özünə saxlasa da burada yeniden Uğur qapıya doğru zərbəsi. İkinci zərbəsi kazanır Vileş komandası. Rauf ikinci zərbəsi yerinə yetirir. Qapıya doğru zərbə. Top Rofun komandasında qalır. Hüseyin irəliyə doğru topu atır. Uğur oradan əla ötürmə, amma komanda yoldaşı Həsən topa çata bilmir burada. Riyad Uğur qapıya doğru növbəti zərbə. Top qapının üstündən keçir. Uğur bu dəfə Rofun komandasının qapısına Həsənin zərbəsi geri dərq olur Vileş komandasından. Bu dəqiqələrdə Vileş komandasının Rofun komandasının qapısına doğru zərbələrin sayı hesabı artmaqdadır. Yeniden Uğur bu dəfə isə Əbəlfəzə zərbə vurmağa imkan verilmir burada. Hüseyin qabağa atır topu. Geri dəqiq götürmə Hüseyin'dən. İkincisi daha maraqlıdır birincisiyə nisbətən.
Uğur. Burada ise Rovum komandasının oyuncuları arasında anlaşılmazlık yaranır. Birleş komandası ikinci hissənin 5-ci dəqiqəsində Rovum komandasını kapı karşı sık ve kapıya doğru zərbə. Burada ise Məhəmməd o imkan vermir. Birleş komandası 3-cü golu vuracaqdı. An meselesiydi burada. Məhəmməd Əbəlfəzdən tez satır topa. İkinciden zərbə. Burada ise Adil səhv ise zərbə vura bilmir. Riyad Tamerlan Riyad irəliyə top atır. Uğur. Burada ise Məhəmməd yenə müdafiədə çox yaxşı oynayır. Məhəmməd Tamerlan irəli atır topu. Burada ise Altı Rauf altı yerine getirir. Riyad Abbas'tan ötürmen Nihat'a çatmır. Rauf irəliyə atır topu. Burada ise yetişim yoktur Birleş komandasının oyuncularından. Outrovmun. Burada ise Uğur topu ele geçirseler Riyad onun karşısına alır. Riyad yeniden Outrovmun. Məhəmməd yerdə ötürmə. Burada ise qapçı Namik ayak sayıq davranır. İrəliyə doğru Riyad topu karşılayır. Uğur uzaktan qapını yoxlamaq qərarına gəlir və uzaktan qapıya doğru bir zərbə vurur. Birleş komandasının 10 nömrəsi. Məhəmməd Uğur Burası Abbas kapıya doğru Həsənin 9 nömrə Birleş komandasından zərbə vurması imkan yaratmır. Nihat Uğur Abbas Tamerlan'a Orta. Outrovmun Riyad topu ona daxil edir alttan. Kimle oynayacak? Uğur var oynuyor burada Riyad. Uğur Outrovmun Riyad Alternatifde Abbas oynuyor. Abbas Riyad Tamerlan ötürme.
Burada ise Tamerlan zərbə vurmağa imkan axtardı və tapdı, amma top qapının yanından keçdi. Məhəmməd topu saxlayır, Uğur dərhal qapıya zərbə vurur, saxlamadan topu qapısı Namik isə yerindəydi. Məhəmməd, Riyad, Altrofmu. Burada Məhəmməd 10 nömrəyə qarşı çabuk oynadı. Rofun Village komandaslarının oyununda ise hesabı 2-1'dir. Top Village komandasından oyunu tercihler. Məhəmməd, Abbas, Riyad irəliyə. Məhəmməd, burada ise Tamerlan, bir balağa Tamerlan'ın ilerlemesi imkan vermir. Hasan topu ele getiren burada Hasan yıkılır. Ayağı müdür Hasan'ın. Riyad burada ise Riyad'a karşı çabukluq. Hakim zərmə zərbəsi təyin edir. Bir daha birinci hissədə olduğu kimi ikinci hissədə də hakimlər və məşqçilər uşaqlara agresiv oynamamalı, top oynamalı, ayağa oynamamalı, bir-birlərinə zərər verməməyi tövsiyə edirlər, tapşırırlar, tələb edirlər. İndi isə cərmə zərbəsini kim yerinə yetirəcək? Riyad yoxsa Tamerlan? Tamerlan qapıya doğru zərbə və gol! 2-2 olur Rofun Village komandalarının qarşılaşmasında. 13-cü dəqiqə, ikinci hissənin 13-cü dəqiqəsində Tamerlan hesabı bərabərləşdirir. Oyun daha da belə deyək, dinamik hava alıb bu dəqiqələrdə. Uğur 10 nömrə. Village komandanın ən yaxşılarından da deyərdik bu günləri. Burada ise Rofun komandasının 99 nömrəsi Tamerlan. Abbas toplara keçirir. Abbas'tan top oyunu tercih edir. Out Village'in. Burada ise top Village komandasından oyunu tercih edir. Riyad bu arada az önceki tokuşmadan xəsarət alır İngil və oyunu tercih edir. Onun yerine oyuna Ağabala daxil olur. Nihat Məhəmməd irəli atır. Tamerlan topu ələ keçirir. Burası Tamerlan'ın karşısını kesirler. Tamerlan ise 10 nömrə Uğur'la burada. Village'in 10 nömrəsiyle burada çin mübarizə aparır. Top ise alttan çıxır və top Village komandasındadır. Hasan, Abbas, Məhəmməd. Qapıya doğru zərbə. Burada ise Hüseyin. Qapıda yaxşı oynayır. Abbas.
Flaşın çıkan oyuncusu Abbas'ın ilerlemesine imkan yaratmıyor. Buradaysa Tamerlan'a ötürme, Tamerlan'ın ise ötürmesi Hasan'a qeydək olur. Məhəmməd korpusunu işe salır burada. Tamerlan irəliyə doğru topu atır. Əbəlfəz. Burada ise kol bağlıydı. Kol bağlıydı. Kol bağlıydı. Burada ise adalet öz sözünü, öz yerini tapır. 95 numara Rauf gerideki zərbə indirir qapıya doğru. Abbas'ın kolu bağlıydı. Penal değil. Abbas. Hasan. Abbas burada yerde kalır. Rauf'un komandasının ise hücumu devam ediyor. Top havadan çıkıyor. Abbas burada zedelenip her şey yaxşıdır. Abbas oyuna devam edecek. Birleş komandası biraz çabuk oynuyor oyuncular. O da əslində qalsa normaldır çünkü Rauf'un komandası çempionat ərzində, Respublika çempionat ərzində ardıcıl oyunlar keçirib və oyunlar yalnız topa oynamağı daha çox üstünlük verirlər. Burada 13 numara oyuncu Hasan'a karşı çok önünde kapıya doğru zərbə ise Adil'den 5 numara oyuncudan Adil burada Ağabala Tamerlan'a ötürme, Tamerlan'dansa Nihat'a ötürme biraz. Namik top oyuna daxil edir. Oyunun ise 18 dəqiqəsidir. Tamerlan burada. Rauf səfirləməsə 95 nömrə yaxşı oynadı. Topu irəliyə doğru atdı. Qapısı qarşısında təhlükəli vəziyyəti uzaqlaşdırdı. Burada ise Abbas'a karşı yeniden çobukluk ama aslında kalsa 13 nömrə ayağı yok, top oynamıştı. Sadece olarak Abbas burada yıkılır. Nihat. Tamerlan'la zərbə, Tamerlan'la bu dəfə zərbə qeyri-dəqiq olur. Top kapının yanından keçir. Ağabala kapıya doğru zərbə. Burada ise Rauf 95 nömrə müdafiədə çox yaxşı oynuyor. Güzel zərbə yerinə yetirəcək. Bu Rauf'un komandası yok. Out yerinə yetirir. Nihat. Güzel zərbədir. Güzel zərbə hakim qərar belədir. Nihat'ın qeyri-dəqiq ötürməsi. Top Birleş komandasına kalır. Məhəmməd, Nihat. Məhəmməd irəli vurur. Burası 50 oyun var idi. Hakim oyunu saxlamır. Ağabalam. Burada ise Məhəmməd çok çabuk oynuyor.
Güləşin 10 nömrəsinə qarşı. Uğur yerdə qalıb. Cərmə zərbəsi yerinə yetirəcək. Rofun komandasının qapısına qarşı Güləş komandası. Hər şey yaxşıdır. Uğur ayağa qalxacaq yəqin ki indi. Həm yorulub. Təzyiq altındadır səhərdən. Oyun ərzində ən yaxşılardandır deyək. Beləliklə hesab 2-2 Rofun Güləş komandalarının qarşılaşmasında oyunun isə sonuncu dəqiqəsi gedir. Yəqin ki bu cərmə zərbəsi sonuncu da olacaq. Elə Uğur özü zərbəni yerinə yetirəcək. Rofun komandasının qapısına, qapıya doğru zərbə və gol! Beləliklə Rofun Güləş komandalarının qarşılaşmasında Abbas qapıya doğru uzaqdan zərbə. Həsən qapıya zərbə vurdu. Çinzdən zərbə. Çin zərbəsi buna imkan vermədi. Tamerlan. Tuncaydı bu. Çinzdən zərbə. Beləliklə Rofun Güləş komandalarının qarşılaşmasında hesab 3-2 Güləş komandasının xeyrinə yekunlaşır.